2025-in X5-i. 2025-25 brika ilə. Qabaq abirsovka falan bax bu söhbətləri zədəsi arxada da göstərəcəm. Qabaqda yüngüldür. 7300-də bunun yürüyüşü var. 23-24 min dollardan çıxır. X5 X-Drive. Maşının salonu möhtəşəmdir. Heç bir ayrabaq yoxsa yanımlıya baxım. Ayrabaq desən yuxarı ayrabaq atıb. Yuxarı ayrabaq atıb, bəli. Yuxarı ayrabaq atıb. Onu da burada düzəltmək olar. Sizenik ayrabaq isə sizeniklərin heç biri atmayıb. Rul atmayıb. Maşında zədə, bax bu hissədədir. Görsəndiyi kimi bagaj özü yarıyır. Yəni bu da yarıyır, bu da yarıyır. Yəni bagajın burasında belə bir əzik var. Maşının arxa şivellərinə baxın yerində, yəni banjoron hissəsi gelməyib. Maşının krılası düzəlməlidir, amma bu hissə düzəlməlidir. Bamper alınmalıdır bir dənə. Arxa splashnoy bamper alınmalıdır və arxa çaşkası dəyişilməlidir. Maşın X-Drive-dir. 3 motordur. Komplektasiyasına gəldikdə 360'ı var. Head-up var. Görsəndiyi kimi salon möhtəşəmdir. Yenə deyirəm sizə 25'də bir olmalıdır bu maşın. Bəli, 25'də bir kodu. Bu da bunun Carfax kodu. Kimə maraqlı olsa qiymət 23-24 bindən çıxır oyuna.